Emosional zeka nədir? Emosional zeka dedikdə yalnız ağıllı olmaq yox, özünü və başqalarını anlamaq nəzərdə tutulur. Yəni sadəcə testlərdə yüksək nəticə göstərmək heç nəyi dəyişmir. Amma əgər siz öz qəzəbinizi idarə edə bilirsinizsə, demək emosional olaraq zəkisiniz. Məsələn, bir dostunuz gecikir və siz buna əsəbləşirsiniz. Bu zaman ağıllı insanlar deyir: "Görəsən niyə gecikir? Yenə nə problemi var?" Emosional zəki insanlar isə bu durumda fərqli yanaşırlar. Gəlin bir fincan qəhvə içək. Dostum da gəlsin və mən əsəbləşməyim. Bu həm də iş həyatında çox vacib amillərdən biridir. Çünki siz həmkarlarınızın duyğularını anlaya bilirsinizsə, konfliktlərin qarşısını ala, layihələri uğurla idarə edə bilərsiniz. Qısası, emosional zəka insanın həm özünü, həm də başqalarını anlama bacarığıdır. Yəni sadəcə ağıllı olmaq kifayət deyil. Emosiyalarınızı da idarə edə bilmək lazımdır.